Salam dostlar, deməli, bugün Win sistem dərsimiz davam edəcək və hardasa 10-12 dənə dərsimiz olacaq. Deməli, keçən dərsdə biz yeni proyekt yaratdıq və biz proyekt yaradandan sonra bizim qalır, deməli, növbəti addımımız bizim dizisini prosesə qoşmaq. Onun üçün biz gəlirik tag managementə. Və burada dostlar gördüyünüz kimi artıq deməli Semantic Manager Wins'də artıq tag managementə girəndə burada istənilən qrupla işləyə bilirsiniz. Alarmdır, taglardır, tag loggingdir. Bunlar hamısı keçir. İndiki dərsimiz tag managementdə olacaq. Burada internal taglardır, hansını ki siz özünüz yaradırsınız, skriptlərinizdir. Və biz məsəl üçün tagları PLC-dən yükləmək istəyirsə, deməli, burada Add New Driver edirsiniz və burada sizə keçən dərsdə göstərmişdim, müxtəlif deməli, istehsalçıların protokolları və PLC-ləri var. Müxtəlif deyəndə Mitsubishi var, Modbus Edge, OPC-dəki yerində sizə imkan verir başqa bir istehsalçının PLC-nin taglarını bura yükləmək və biz burada seçəcəyik Semantic SFT Protocol Suite. Bunu seçdik və burada da gördüyünüz kimi sizin PLC-niz hansı bas üzərindən, hansı connection üzərindən qoşulubsa, siz onu seçə bilərsiniz. Biz əsasən simulatorda işlədiyimizə görə TCP/IP-ni seçəcəyik sizlə bir yerdə. Və gəlin biz TCP/IP-yə əlavə edək bir dənəsi New Connection adını qoyaq Test Lessons və girək bunun sazlanmasına Connection Parameter. Burada deməli IP yazaq dostlar 192 168 məsəl üçün 3 qoyaq ki bizim o bir simulatora qarışmasın. Məsəl üçün 320 və slotun nömrəsin 0 da saxlaya bilərsiniz, şey yoxdur, 2 qoyaq bunu. Problem olmaz. Yəni ki 0 qoyursanız problem olmaz, amma slot 2-ni seçir. Çünki birinci, ikinci slotda həmişə şeydir, məşğuldur. Bildiyiniz kimi poda saxlar olur, bir çapın özü olur və communication slotda səhv etmirəmsə 3 idi bizdə ya 4, 3 olmalı idi, bəli. Onun üçün bu yer rezerv olunur. Və ok düyməsini basaq. Və gəlin dostlar, indi isə biz deməli, tagları necə əlavə edəcəyik? Deməli, simulatorda işlədiyimizə görə indi belə əlavə edəcəyik və dediyim kimi birincisində bitəndən sonra böyük proyekt edəcəyik. Orada artıq Semantic Manager-dan qarışıq istifadə edəcəyik. Burada deməli, new group yaradırıq və adını qoyaq, məsəl üçün, proses olsun. Və burada biz artıq dostlar bir dəqiqə baxın, bizim qruplar gəlməli bura. Dostlar, burada deməli qruplar bizdə aşağıda gəlir. Məsələn, test listəsinə keçsəm, burada qrupa keçsə görürsünüz ki, bizdə proses qrupu var. Yerindən qaydaq qrupa və burada məsəl üçün tag yaradaq, bir tag yaradaq və gəlin adını qoyaq tank 1 və burada bunun parametrlərini dostlar ya bunu sağa çəkərək eləyə bilərsiniz, bir dəqiqə gedir sağa, yaxud da buradan eləyə bilərsiniz. Mənim üçün boya daha rahatdır və burada dostlar gəlin birinci data type-ı seçək. Burada 16 bit olsa geniş götürmək, sayın götürək və burada ikinci məsələ isə adreslərdir dostlar. Yəni biz bunu PLC-yə assign edəcəksə, burada deməli 16 bizdə 4-dür, düzdür. Seçək məsəl üçün 144 olsun. 144-ü seçirik və olsun bu datablogun ikinci hissəsi, məsəl üçün 2 qoyaq və ok düyməsini basaq. Və məsəl üçün gəlin bir dənə də tag əlavə edək. Məsəl üçün adını qoyaq valve-ın yanması. Valve on olsun və bu bizdə olacaq.
data type'i bizdə olacaq bit binary tag. Və burada da yenə ünvan seçəndə dostlar artıq bit olduğundan bizdə dəyişir. Deməli bit olsun deməli 6 birinci bit olsun, 6-cı byte'ın birinci bit olsun və burada da ok düyməsini basaq. Deməli burada da dostlar benim də əlavə eləyək olsun current flow və bunun da artıq data type'ini qoyaq flow. Burada olmalıdır floating point olsun. Deməli 32 bit olsun, eyb yoxdur və eyb yoxdur deyirəm, yəni kifayətdir dostlar ona 32 bitlik. Və burada artıq adresdə double word olacaq bizdə və o bir blokda biz 6 seçmişik artıq, yəni bunu 8 eləyək, düyməsini basaq. Və dostlar növbəti dərsdə biz artıq sizlə strukturları keçdiyimizə görə mən sizə strukturda bunların necə düzəlməsini göstərəcəm. Bugünkü dərs bu qədər. Dərsi bəyəndirsə, zəhmət olmasa like düyməsini basın və kanala abunə olmağı yaddan çıxartmayın. Çox sağ olun, təşəkkür edirəm dostlar.